Son vaxtlar yenidən qlobal miqyasda bir növ atom elektrik stansiyalarının yenidən canlandırılması, istifadəyə verilməsi aktuallaşıb. Bu nə ilə bağlıdır? Deməli 1970-ci illərdə, 73-74-cü illərdə elə ki bilindi ki, deməli üzvi yanacaqlar, neftin, qazın, hətta kömürün də resursları xeyli məhduddur. Müəyyən zamanlardan sonra çıxarılması ya mümkün olmayacaq, ya da çox baha başa gələcək. Bu halda fikirləşdilər ki, nefti kimya üçün saxlasınlar. Kimya sənayesi üçün ondan müxtəlif maddələr almaq və s. Bəs enerjini hardan alsınlar? Enerjini müxtəlif variantlardan, alternatif enerji, deməli günəş, külək enerjisi, geotermal enerjilər və bunları da biraz daha araşdırandan sonra məlum oldu ki, texniki iqtisadi göstəricilərinə görə ən yaxşısı atom elektrik stansiyaları. Atom, nüvə çox kiçik həcmlərdə reallaşır. Çox, deməli 1 kiloqram uranın verdiyi enerji yüzlərlə ton kömürün verdiyi enerjiyə bərabərdir. Həm təmiz, ətraf mühitə elə bir ciddi tullantılar yox, uranın resursları çox, həm də bu dönüşə bilən proseslərdir. Yəni elə deməli bərpa olunan variantları da var bunun və başladılar atom enerjisini inkişaf elətdirməyə və elə bir proqram dünyada yaradıldı ki, çox güclü sürətdə, demək olar ki, hər bir ölkədə atom elektrik stansiyalarının tikilməsi, enerjinin o yolla alınması proqramı yerinə yetirməyə başladı. Lakin bu çox uzun çəkmədi. Bu 86-cı ildə Çernobılda hadisələrin baş verməsi və indiyə qədər də orada o fəsadları qaldırmaq mümkün deyil aradan. Belə məlum oldu ki, hal-hazırda olan nüvə proqramı, ən azından 1-2-3 il bundan əvvəl nüvə proqramı, nüvə enerjisinin inkişaf proqramı 70-ci illərdə olduğundan təqribən bir 30%, 40% azalıb. Yəni o dövrdə nəzərdə tutulduğundan çox az miqdarda olur. Və uzun müddət bu elə məsələ belə oldu. Bir çox ölkələr bu yaşıllar hərəkatının təsiri ilə İsveç, Almaniya və s. ölkələrdə ümumiyyətlə atom reaktorlarını bağlamağa başladılar və bunu perspektivsiz saydılar. Və enerjini hardan götürməli? Və ikinci məsələ çıxdı ortalığa. İkinci məsələdə bu iqlim dəyişmələri ilə bağlı karbon dioksid qazının emissiyalarının azaldılması. Təkcə karbon dioksid yox, metan və digər qazların azaldılması. Bu da əsasən yaranır bu üzvi yanan neftin, qazın yanmasından. Və deməli ikinci bir məhdudlaşdırıcı faktor meydana çıxdı. Özü də çox ciddi faktor meydana çıxdı. Bu belə olduğu halda deməli bu üzvi yanacağın istifadəsinin məhdudlaşdırılması qəti olaraq qarşıya qoyuldu. Amma baxmayaraq ki, hal-hazıra qədər də 70%-dən çox dünyanın enerji balansında yeri yenə də elə həmin yanacaqlar tutur. Amma gələcəkdə bunun ciddi surətdə azaldılması istəyir. O BMT-nin iqlim dəyişmələri üzrə konvensiya, Paris anlaşması, Kyoto protokolu, Davos forumunun 19-cu ildə Davos forumunun qərarları, Green Deal, bu Avropa Birliyinin yaşıl sövdələşmə proqramı, bütün bu məsələlər yaşıl energetikanın xeyrinə məsələləri inkişaf etdirməyə başladı. Günəş və külək enerjisinin istifadəsi qarşıya qoyuldu, amma MAGATE'nin hesabatına görə hər bir ölkənin 20, maksimum 30% enerjisi bu bərpa olunan enerjilər vasitəsilə ödənilə bilər. Çünki bundan artıq olduqda ölkənin enerji balansında dayanıqsızlıq meydana gəlir və buna ümid bəsləmək olmaz. Bəs
Burada yeganə çıxış yolu yenə də nüvə energetikası. Mən Grossinin 22-ci ildə yazdığı böyük bir məqaləni təhlil edim sizin görüşə gəlməmişdən əvvəl. O deyir ki, deməli, külli miqdarda hal-hazırda iqlim dəyişmələrinə qarşısını almaq üçün pullar, vəsait xərclər. Bu vəsaitin az bir hissəsin əgər atom energetikasına qoysan, bunun təhlükəsizliyini artırmaq olar və sərbəst istifadə etmək olar. İndi Avropada yeni növ nüvə reaktorları əsası qoyulur, texnologiyası hazırlanır və ümid etmək olar ki, o nüvə reaktorların istifadə etməsi mümkündür, təhlükəsiz istifadə etməsi mümkündür. Və bundan sonra Almaniyada, mənim bildiyim qədər Danimarkada, İsveçdə və o nüvə energetikasının inkişafına qoyulan qadağalar artıq götürülüb. Bu istiqamətdə fəaliyyət bütün ölkələrdə gedir, o cümlədən bizim ölkəmizdə. Onu reaktoru elə tikirlər aşağısın, çox dərin. Elə bir problem çıxarsa, reaktor birdən-birə partlamır ki, görünür aparatlarda, Çernobılda da görünüb ki, iş gedir qəzaya tərəf. Temperatur artır, hidrogen əmələ gəlir, ondan sonra təzyiq artıb kamerada filan, amma heç bir nə eləmək olmur. Nə qədər çalışıblar, o prosesi dayandıra bilmir. Belə halda onu tamamilə deməli buraxırlar, gedir yerin altına, bitdi. Bununla da həmin reaktor öz işini bitirdi və orada tam təhlükəsizlik elə bir yerə düşdü ki, tam təhlükəsizlik üstü də örtülür. Bu məsələ bitdi. Böyük xərclər, böyük ziyanlar dəyir, amma da indi Çernobılda olduğu kimi əhalinin çox böyük hissəsini köçürmək, orada böyük təsərrüfata filan belə ola bilməz. Mən istəyərdim, bax, bu iki məqama aydınlıq gətirəsiz. Yəni, Azərbaycan bu istiqamətdə hansı işləri görə bilər, hansı potensialı və perspektivləri var və o cümlədən modul atom elektrik stansiyaları kontekstində Azərbaycan nə edə bilər? Gələk Azərbaycan məsələsinə. Bu COP29-da Rafael Grossi gəlmişdi Bakıya. Təəssüf ki, mən o danışıqlarda iştirak eləməmişəm, amma iştirak eləyənlər və yazılanlar ədəbiyyatda belədir ki, orada o da iqlim dəyişmələrinin qarşısını almaq üçün, bunu yumuşaldılması üçün başlamaq model tipli reaktorlardan, yəni gücü az olan. Təqribən indiki dünyada işləyir 400-dən çox reaktor, təqribən 190 atom elektrik stansiyasında 400-dən çox. Ya 440 deyirlər, 410 deyirlər. Çünki onların çoxunun, bir çoxunun istifadə zamanı keçib, amma onu da 30 ildən çoxdur istifadə olunur. Mesamor ümumiyyətlə nonsensdir atom energetikasında. Vaxtı keçib istifadə olunur, amma hər halda 400-dən çoxdur. Dünya elektrik enerjisi balansının 10-15%, əvvəl 20% idi bu. Çernobıl məsələsindən sonra indi oldu 15-14, nə bilim, belə dəyişir bir. Bağlantılar oldu, sıradan çıxdılar filan. Ona görə də bir də digər enerji növlərinin geniş istifadə olundu deyə o deməli payı azalmağa başlayır. Amma elə ölkələr var, öz gücünü saxlayır. Fransada 75%, Belçikada 43-45%, digər ölkələrdə o atom elektrik stansiyalarından elektrik enerjisi alınması işi davam edir. Amma modul tipli kiçik, təqribən 300 megawatt. O biri mən deyən reaktorlarda təqribən 1000 megawatt, 800 megawatt. Doğrudur, Mesamorda işləyən ikisinin də hər birisinin gücü 450-470 megawattdır. Amma belə reaktorlar indi azdır. Reaktorlar əsasən, bax, indi İranda tikilən bu şəhərdə tikilən atom elektrik stansiyasının reaktorların gücü birincisi buraxılıb artıq 1000 megawattdır. O cümlədən Akkuyuda, bizim institut Akkuyuda işləyib. Akkuyu atom elektrik stansiyasının ətraf mühitə təsiri haqqında müəyyən bir hesabat var. Bizim mütəxəssislər, Azərbaycan mütəxəssisləri işləyiblər orada. Onlar 1000 megawatt. Amma biz indi 300 megawatt kiçik güc, modul güclü. Bu
Siz dediniz buna hazırıq mı, hazır deyilik mi? Təbii ki, atom reaktoru işlədən ölkə demək olar ki, bu sahədə olan konvensiyaların hamısına girməlidir. Qanun varımızdır. Onu bir qədər təkmilləşdirmək lazımdır. Mütəxəssislər müəyyən dərəcədə var, amma hər halda onu quranda bizim mütəxəssislərin qurması az ehtimallıdır. Onu icraçı təşkilat sifariş verəcəklər, gətirib quracaq. Amma bundan sonra bunun istifadəsi, operatorlar, ətraf mühitə nəzarət, monitoring sistemlərinə artıq bizdə bu mütəxəssislər var. Radiasiya Problemləri İnstitutunun 60 yaşı var. Deməli, böyük bir potensiala malikdir. 22 elmlər doktoru, 60-dan çox elmlər fəlsəfə doktorları və digər mühəndislər işləyir. 2 dəfə, bir 70-ci illərdə, bir də son illər, bir 90-cı illərin sonlarında, 2000-ci illərdə demək olar ki, 2 dəfə qrup şəklində bu reaktorlarda işləmək üçün mütəxəssislər göndərilib, hazırlanıb. O cümlədən mən də o proqramla getmişəm. Amma biz orada məsələlər tikilməsi dayandırıldı. Bilirsiniz, Nəvai yaxınlığında, Nəvaidən arxa tərəfdə orada atom elektrik stansiyası tikilməsi nəzərdə tutulmuşdu. Hətta bir növrəsi də qoyulmuşdu. Orada kotejlər indi getsə sağ tərəfdə Nəvaidən keçəndə görünür. 17 dənə kotej var. Standart kotejlər. Onlar üçün deməli, ev tikilmişdi. Amma sonra bu məsələlər belə oldu, dayandırıldı. Amma indi ikinci dəfə 14-cü ildə Prezident Nüvə Sammitindən qayıdandan sonra səhv eləmirəmsə Hollandiyadan qayıtdı. Gələn kimi bir fərman sərəncam verdi ki, nüvə reaktoru, amma tədqiqat nüvə reaktoru. 20 megawatt gücünə qədər tədqiqat nüvə reaktoru əvvəlcə olsun. Adamlar burada öyrədilsin, aprobasiya olunsun və s. Sonra tikilsin. O məsələ də dayandırıldı. O məsələ də belə dayandırıldı ki, ölkədə atom reaktorunda işləmək həvəsində olan, işləmək proqramında olan təşkilatlar az oldu. Məsələn, elə bil ki, bu gün gətirib qursaq, böyük pullarda da milyardlar burada gedəcək. Burada kim işləyəcək, nə iş görəcəksiniz? Bu məsələyə hələlik hazır deyilik. İndi bu məsələlər də öyrənirik, amma indi o da dayandı. Hal-hazırda çox inamlı addımlarla irəliləyir Energetika Nazirliyi. O, Rossinin bura gəlib danışıqlarından sonra belə görünür ki, niyyətlidirlər onun tikilməsində. Amma eyni zamanda o kadrların hazırlanması ən birinci məsələdir. Yerin seçilməsi, təhlükəsiz yer seçilməlidir və təqribən 300 meqavatlıq deməli atom enerji stansiyası tikilməlidir. Axı bir məsələ də var ki, konkret olaraq Azərbaycan çox ciddi içməli su problemi ilə üzləşib. Yəni Cənubi Qafqazda ən ciddi problem üzləşib və bir çox mütəxəssislər məhz dəniz suyunun şirinləşdirilməsində ən ucuz başa gələn nüvə enerjisi, atom enerjisinin onun istifadəsini nəzərdə tuturlar ki, yəni bunun üçün də bizə atom enerjisinin istehsalı çox vacibdir. Bax, bu kontekstdə nə deyə bilərsiniz? Məsələn, ola bilərmi ki, belə bir modul tipli atom stansiyası məhz elə Xəzər dənizinin yaxınlığında sahillərində tikilsin? Tamamilə mümkündür. İndi 300-dən çox layihə var, bu cür kompleks. Su təmizləmə kompleksi yaradılır. Yalnız enerji təchizatı bloku qalır. Orada fərqi yoxdur. Ya istilik elektrik stansiyalarından alınacaq istilik və yaxud atom elektrik stansiyası. Atom elektrik stansiyasından alınanda daha ucuz olur. Bu belədir də, atom enerjisinin, nüvə enerjisinin faydalı iş əmsalı o mərhələlərdən asılıdır. Əgər sən onu ilkin mərhələdə istifadə edirsənsə, istilik mərhələsində, o nüvə partlayışları gedir, bölünmələri gedir, nüvə bölünmələrindən istilik əmələ gəlir, istiliyi su ilə çıxarırlar bayıra. O istilikdən istifadə edəndə faydalı iş əmsalı çox yüksək olur. Amma əgər ucuz başa gəlir. Amma siz buraxırıq
o istilik bir de çevrilir mexaniki enerjiye. Mexaniki enerji üçüncü defa elektrik enerji, üç defa enerji çevrilir ve her defede müəyyən etkiler olur ve sonda alınan elektrik enerjisinin faydalı şamsalı kiçik olur. Ama onu daha daha ilkin mərhələdə o cür istifadə olunsa, deməli suyun duzsuzlaşdırılması üçün. Su için fərqi yoxdur. Sen ona istilik vermək lazımdır. İstilik enerjisi, distilyasiya olsun, buxarlansın, minerallar qalsın yerində, dibində filan belə proses belə gedir. Amma istiliyi istərsən deməli istilik elektrik stansiyasına, istərsən atom elektrik stansiyasının təcrübə var, SSRİ-də təcrübə var. 70-ci, 80-ci illərdə, hətta 90-cı illərdə Aktau şəhərində adlanır, orada var idi. Mən onun yaradan, o layihənin rəhbəri ilə tanış idim. Vitslav Mikhailoviç Sedov, akademik, Leningradda otururdu. O işləmişdi o layihəni və yaxşı da gedirdi işlər. Saatda 50 kubmetr, 50 ton, saatda 50 ton, bir saatda 50 ton alınırdı. İndi ondan daha çox güclü deməli proyektləri var. Çində bu iş hazırlıq gedir, Yaponiya, Afrika ölkələrində var bu məsələ. Çox ölkələrdə var. İndi daha doğrusu belə eləyirlər indi. Atom elektrik stansiyası əgər başqa məqsədlər üçün, elektrik almaq məqsədi üçün tikilirsə də, onun yanında bir blok da tikilir, kompleks tikilir. Eyni zamanda həm suyu duzsuzlaşdırır, həm də elektrik enerjisi alınır. Bax, bu cür yanaşma var indi. Azərbaycanın qonşu ölkələrlə, elə ilk növbədə də məsələn Qazaxıstanla, bax bu məsələdə müştərək layihə həyata keçirməsi, əməkdaşlıq etməsi nə dərəcədə mümkündür? Yoxsa bu məsələdə də hərə çalışır elə öz üçün, öz əli, öz başı olsun? Bu Qazaxıstan bizə qardaş ölkədir. Yəni onlarla əməkdaşlıq alına bilər. Bilirsiniz, bizim region belədir ki, ya biz qoşuluruq Cənubi Qafqaz ölkələrindəki layihələrə, regional kontekstdə, Gürcüstanda, indiyə qədər Ermənistanla münasibətlərimiz çox pis idi. Ona görə burada regional layihələrin dəstəklənməsi beynəlxalq fondlar tərəfindən, beynəlxalq təşkilatları bir qədər çətin olurdu. Amma mən həmişə üstünlük verirəm, bir neçə də layihəm olub. Xəzər yanı ölkələrlə, Xəzər hövzəsi ölkələri ilə bu işləri həyata keçirmək. Hal-hazırda bizim institutun bir layihəsi var. Dəniz sularının da radioaktivliyin müəyyənləşdirilməsi, radiasiya fonu bizim əməkdaş regional MAGATE-nin Beynəlxalq Atom Enerjisi ilə Beynəlxalq Agentliyinin layihəsidir. Neçə illərdir bu davam edir və iştirak edirik. İndi bu belə layihədə deməli bu yaxınlarda bir məqalə mən oxudum. Yazır ki, мы готовы Rus presidə bu Aktau məsələsində. Onlar yenidən onu canlandırmaq istəyirlər. Su almaq üçün deməli duzsuzlaşdırma kompleksi düzəldirlər və belə olarsa biz təbii ki ilkin deməli təcrübəni orada həm öyrənə bilərik. Yəni bizdə ilkin, bax məsələn indi bizdə bu ildən Memarlıq və İnşaat Universitetində, mən orada kafedra müdürüyəm, təhlükəsizlik, həyat fəaliyyətinin təhlükəsizlik kafedrası və fövqəladə hallar. Orada yeni bir proqram açmışıq. Ege Universiteti ilə birlikdə radiasiya və nüvə təhlükəsizliyi. Radiasiya və nüvə təhlükəsizliyi ilkin 3 magistri götürmüşük, magistratura səviyyəsindədir. İndi türklər də götürüblər. Bir göndərəcəyik bir-birinə mübadilə eləyəcəyik. Yəni o tələbələr bitirəndə olacaqlar həm Ege Universitetini bitirmiş kimi, həm bizim memarlıq institutunu bitirmiş. Bu artıq orada buraxılan məzunlar artıq atom reaktorunda işləyə biləcəklər. Onları yönəltmək lazım gələcək. Əgər modul tipli reaktor olacaqsa, o olana qədər fərz edək Aktau'ya göndərmək olar. Yəni bu əməkdaşlığı biraz asandır Qazaxıstanla işləməkdə müxtəlif səbəblərdən. Müxtəlif səbəblərdən mən deyərdim. Sadəcə olaraq biz indi tələbələri oxumaq üçün Avropaya göndərəndə bir
şərtləri var. Amma Qazaxıstan öz, yəni yanımızda olan qardaş ölkədir. Əgər orada uzun müddət bu məsələ ilə məşğul olublarsa, uğurla məşğul olublarsa, bunu mübadilə etmək olar. Deməli siz bu müstəvidə, yəni Qazaxıstanla əməkdaşlıq məsələsində çox nikbinsiniz, yəni çox Mən nikbin nikbinəm, yanaşırsınız. bəli.